Bugün bizim ilk görüşümüzde istedim seni belə bir gözəl məkana gətirim. Hə, adı da qəşəngdir, ürəyim, kreativdir. Bizim məhəllə. Buyurun, sifarişiniz nə olacaq? Qardaş, mənə zəhmət olmasa kokteyl verərsiniz milkshake çiyələkli. Xanımda da özü desinlər. Məndə də milkshake olsun. Doyumlu da, hə. Yanına da bir dənə ayran verərsiniz. Ürəyim, bəlkə sənə latte deyim. Latte? Olar, amma yağı az olsun da. Ürəyim, latte kofedir. Kofe? Mən səhv saldım. Nəyinə səhv saldın ki? Şeylə də o tava kebabı ilə səhv saldım. Qardaş, mən onda bir dənə VC-yə gedim, gəlim. Yaxınlaşarsan da bir 10 dəqiqə. Ay yaşa kişi sən hara gedirsən? Mənə burada qoyub VC nədir? Ora niyə gedirsən ki sən? Özdə yolun probka vaxtında. İki işi bir araya niyə saldırsan ki sən? Mən başa düşmürəm. VC ayaq yolu da, ayaq yolu. İndi mədəni olsun deyə VC deyirlər də restoran zad yerində də. Tualet deyəsi deyirəm ki sən. Qardaş, səndən çox artıq dərəcədə üzr istəyirəm. Səni də yorduq. Buradan elə bir çıxırsan, düz Saltonun qabağından manatlıqlar gedir, onunla gedərsən. Bizdə alınmaz.